Cinə şeytana oxşayırsan, Qəmlo. Oxşaram da, hə? Sanki belə ləyin tərpənirsən. Bugün sabah qəbrimizin üstündə Yasin oxuyacaqlar. Məşhəd Cəmili göndərdilər o dünyaya. Kimi? Məşəd Cəmili? Bəli, Məşhəd Cəmili. Niyə durumsan? Nəyi gözləyirsən? Gözləyirsən ki, gəlib yaxalasınlar. Ondan sonra ayılasan? Onun günahı nə idi? Heç nə. Biraz malqarası, yarım ilxatı vardı. Adını qoydular Qulaq. Nə? Qulaq, qulaqlayıb göndərdilər o dünyaya. Dünən Köhnə təpədə qırmızı ulduzlar güllələdilər. Gəldim səni xəbərdar edeyim. İndi növbə sənindir, Kərbəlayı. Mənə əl qaldıran hələ anadan olmayıb. O getdiyim Kərbəla haqqı, onların kökünü kəsərəm. Hələ səbr elə görək. O, qalxoz-malxoz oyununun axırı necə qutaracaq?